kimi əlavə edə bilər? Daimə ölüm qorxusu hər bir insanın qorxuya salmışdır. Onlar ya ehtiyatlı davranmalı, ya da şırıqlıq etməlidir. Əyləş. Başqa kimi əlavə edə bilər? 1937-ci ildə Sovet ordusu Azərbaycanın görkəmli şairlərini məhv etmək istəyirdi. Əyləş. Başqa kimi isə əlavəsi var Mətin? İki şairin elində axtarış olunur ana. Mikail Müşfiq, bir də Hüseyin Cavid. Əyləş. Başqa kimi əlavə edə bilər? 1937-ci ildə elə bir gün olmurdu ki, kimisə əzizi, qohmu, dostu xalq düşməni çıxmaz. Xalq düşməni çıxmaz. Afərin. Əyləş. Ayzər. 1937-ci ildə o qədər güllələnmişdi ki, hətta onlara qanun yazmağa blanklar da yox idi. 1938-ci il üçün hazırlanmış blanklar da istifadə edildi. Yəni artıq 37-ci ilin blanklar da olmuş, 38-ci ilin blanklarından istifadə olmuşdur. Əlavəsi olan var? Belə görürüm ki, yox. Keçək sorğu sual. Depressiya nədir? Biz bayaq dedik ki, 37-ci il qanlı faciə kimi yaddaşımıza yazılır və bu repressiyadır. Bəs repressiya nədir? Bir daha deyək. Cəza tədbiri. Necə cəza tədbiridir? Bir nəfərə yoxsa kütləvi cəza tədbiri. Yəni bir çox insanları birlikdə cəzalandırırlar. Bəs cəza tədbirlərinə nə aid idi? Necə bir cəzalardan istifadə edirdilər? Sonra Munir, Azər. Gəlin görək, düzmü cavab verin. Kütləvi cəzalandırma. Bəs Heydər Əliyev nə demişdir repressiyalar haqqında? Şəfək. 30-cu illərin repressiyaları 10 minlərlə insan həyatını məhv etmişdir. 10 minlərlə Azərbaycanlı öz yurdlarından uzaq yerlərə sürgün olunmuşdur. Onların arasında Azərbaycanın görkəmli şəxsləri Hüseyin Cavid, Əhməd Cavad, Mikail Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz və başqa dəyərli insanlar olmuşdur. Gəlin görək, düzmü cavab verin. Kimlər qeyd olunub orada? Düzmü cavab verir Şəfək? Hüseyin Cavid, Mikail Müşfiq, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli və Salman Mümtaz. Bəli, düzgün cavab verir. Gəlin onlara əyani görək. Mikail Müşfiq, Əhməd Cavad, Hüseyin Cavid, Yusif Vəzir Çəmənzəminli və Salman Mümtaz. Bəs xalqımızın savadlı övladlarını aradan götürməkdə əsas məqsəd nə edir? Şəkilə də fikir versək, orada ağzı tikilmişdən insanları nə məna verirdi o? Kim deyə bilər? Azər. Onları susturmaq. Yəni, savadlı insanlar bilikləri, savadları olduğu üçün milləti nəyə çağırırdılar? Yaqub. Milləti ona görə çağırırdılar ki, mən Rusiyanı, mən Azərbaycan etdiyi əziyyətlərdən Azadlığa çağırırlar qısası. Gəlin görək, düzmü cavab verir. Yəni, xalqın savadlı adamlarını aradan qaldırmaqla insanların mübarizəyə qalxmasını və savadlığın qarşısını alması kimi bir tədbir görülmüşdür. Bayaq biz Mətin vurğuladı ki, Mikail Müşfiq və Hüseyin Cavid. Və biz gördük ki, həqiqətən onların evində axtarış aparılır, lakin heç bir əsas olmadan onları həbs etmişdilər, düzdürmü? Bu da əyani bir tədbir idi ki, həqiqətən də savadlı insanlarımızı heç bir səbəbsiz həbs edirdilər və sürgün və yaxud güllələnmə kimi tədbirlər görürlər. Adamları həbsə almaq üçün hansı bəhanələrdən istifadə edirdilər? Əli? Yox. Ayzər? Qəsçi, əks-inqilabçı. Sonra kimi əlavə edirlər? Orxan? İslam, müsəlman. Yox. Bəhanələr. Hansı bəhanələrdən onları damğalayırlar? Qəzetlərdə nəşr edirdilər ki, bu insanlar bu addan həbs olunur. Aysu? İkisini Azərbidir. Şəfəq əlavə elə. Ziyançı. Gəlin görək, düz idimi? Ziyançı, əks-inqilabçı, millətçi və xalq düşməni adları ilə onları böhtanlayırlar, damğalayırlar. Bəs dövlət xəyanəti kimi hansı sözləri işlətmək olmazdı? Hansı sözü işlədən insanlar artıq dövlət xəyanət etmiş hesab olunurdular? Əli? Türk və Müsəlman. Yəni bu sözləri işlətmək qəti qadağan idi və dövlət xəyanəti kimi qəbul olunurdu. Ermənilər hansı rəhbər vəzifələri ələ keçirmişlər? Kim deyə bilər? Aytən, hansı rəhbər vəzifələri ələ keçirmişdirlər? TQB
Vidadi. KQB Dövlət Təhlükəsizlik Komitəsi NKVD Dövlət Daxili İşlər, Daxili İşlər Komissarlığı. Təhlükəsizlik Komissarlığı. Gəlin görək düzüydümü? KQB və NKVD. Bəli. Kimlərin göstərişi ilə bu tədbirlər həyata keçirilirdi birbaşa? Azərdən başqa heç kim bilmir. Kimlərin birbaşa göstərişi ilə repressiyalara məruz qalırdılar? Güney, kitabları bağlayın. Nə kitabları açmışsınız? Güney, Stalin və Mikoyanın. Mikoyan əslən ermənidir uşaqlar. Deməli, Azərbaycan o zamanlar kimin əlində idi? Rusların və onlar necə adlandırdı bizim kitabda? Azər, Qaradonlu kafirlər. Stalin və Mikoyan. Gəlin onları əyanidə görək. Bəs 1937-ci ilin sentyabrında başlanan mühakimə hansı bəhanə ilə başlanmışdır? Vidadi. Kimə qarşı sui-qəsd işlənməkdə böhtanı göründü? Bağırova qarşı. Bağırova qarşı. Bağırov əslən Azərbaycanlı olsa da uşaqlar. O, Rusiya pərəst olduğu üçün onu bir çox insanlar, hətta keçmişdə yəqin valideynlərimiz də bilər ki, hətta dövlət xəyanətkarı kimi də adlandırırdılar ki, Azərbaycana qarşı xəyanət etmişdir. Dövlətdən ustara satmışdır. Hətta yazıya fikir verirsinizmi? Bu internetdən götürülmüş şəkildə, hətta orada da deyirlər ki, Mir Cəfər Bağırov kim idi? Yəni, Azərbaycanlı yoxsa Rusiya pərəst xəyanətkar? Sapı özümüzdən olan baltalar. Bu sözü mənə kim qəşəng ifadə edə bilər və izahatı ilə bir yerdə. Yaqub. Sapı özümüzdən olan baltalar demək istəyir ki, Azərbaycanlıların öz satqınları Rusiyaya kömək edərək, Rusiyaya kömək edirdilər o vaxtlar. Ona görə sapı özümüzdən baltalar olsun. Bunlardan biri də Əli Heydər Qarayev idi. Onun aqibəti necə oldu uşaqlar? Kim diqqətlə oxuyub bu hissəsini? Əli Heydər Qarayeva qarşı nə tədbir oldu? O da repressiyanın qurbanı oldu. Elədi, belə deyək ki, tuzağa özü düşdü. Xalq Cumhuriyyəti nə vaxt yaranmışdı? Biz dedik ki, Azərbaycanın məğlub olmasında Bağırov və Qarayevin rolu olmuşdu. Bəs Xalq Cumhuriyyəti kim yaratmış? Neçənci ildə Nərmin? 1918-ci ildə. Yaranmışdı. Bəs neçənci ildə devrildi? Aysun? 1920-ci ildə. Neçə ay sürmüşdü bizim Xalq Cumhuriyyətimiz? Monil? Bir ay 23 ay. Saydım. 23 ay. 23 ay. Hələ illərlə ayları seçmirsiniz deyəsin. 28 may nə gün idi bizdə uşaqlar? Ana. 28 may. Kənan. Respublika günü. Görür ki, qeyd olunur orada Respublika günümüz. Bəs nə vaxt devrilmişdi? Hansı ayda? Sadiq. Aprelin 28-də. Xəlil Rıza şeir demişdir repressiya haqqında. Kim mənə onu danışa bilər? Orxan. Azər. Yox, unuda bilmək biz, xeyir sizlicən, şəri, 100 günlərlə qanunsuz və məhkəməsi, güllə varan edənləri, qorxa-qorxa, yarım addım ata-ata, ayaq üstə yata-yata, qurşağıncan, qar içində bata-bata, sürgünlərə gedənləri. İkinci hissəsində danış bilirsiniz. Nə qədər ki, bir milləti 70 yerə bölənlər var, nə qədər ki, bir milleti 70 yerə bölənlər var, nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var, davam edir 37, daha kəskin, daha ciddi. Nə qədər ki, xalq şairi, xalq qayadır, nə qədər ki, rütbələr mütləq dahi istedaddır, nə qədər ki, yalqanlar harada aşır, orada başır, davam edir 37, daha kəskin, daha ciddi. Xəlil Rıza nə demək istəyir? Kim mən izah edə bilər? Orxan. Bu şeirdə nə demək istəyir? Azərbaycandakı insanların düşmənlə qarşı qalxmasını, Azərbaycan bayrağını yüksəltmək. Və orada deyir ki, rütbə üçün ölənlər var. Rütbə üçün ölənlər kimin adını çəkdik biz bayaq? Hansı insanlar Rusiya pərəst idilər? Hansı Əhməd
Hansını? Səhvdir. Azər, hansı variantı seçmişsiniz 4-də? 5-ci sualı da oxu. Sonra gəlin liderlər öz variantlarınızı qeyd edin ki, əyani olaraq mən görürüm ki, səfər səhvdir. Başqa kimdə variant yoxdur? Səhvdir. Azər neçə götürürsünüz? Aferin. Yeganə qrup idi, birinci qrup ki yazdılar. Lövhədə gəlin öz variantlarınızı işləyin. Deyəsən riyaziyyatla aranız yoxdur. Liderlər, çıxın variantlarınızı lövhədə qeyd edin. Birinci, ikinci, qruplar öz qeydlərini. Başında yazan qruplar. Yəni, səhvsiz olaraq hansı qrup mənə cavab verdi, mən yoxlayım görürüm. Ayzer, A variantını götürüb niyyətdə nə deyirsən sən? Çaşma. Siz hansı qrup edirsiniz ki? Birinci bölgesi. Uşaqlar, Azər öz qrupunun test vərəqində variantları düzgün götürmüşdü. Amma duranda nəsə səhv edib. Ya gözləri zəifliyibdir, ya da ki, bilmirəm. Amma qalib komandada elə Azərin qrupudur, çünki o birisilərdə testlərində səhvlər var. Birinci qrupsuz. Gələn dəfə lideriyə deyəsən başqasını seçməli olacaq. Əyləş. Slayda da baxın, görün hansı səhv götürmüşdünüz variantlarınızı. Sizə tapşırıq vermək istəyirəm. Amma bu dəfə liderlər deyil, qrupun başqa nümayəndələri gəlib, lövhədə işləyəcək. Nəzərə yetirin, hamı ilə məsləhətləşin. Üçüncü qrupdan Rıza, birincidən Yaqub, ikincidən Kənan çıxacaq. İşləyin. Və bir də tapşırıq işləməmişdən qalanmışlar. Bir dəqiqə diqqətiniz məndə olsun. Komanda liderləri, məğlub olasın. Bayaq biz testimizdə işlədik ki, Heydər Əliyevin sayəsində kimin cənazəsi gətirilmişdir, Naxçıvanda dəfn olunmuşdur? Sadiq. Heydər Əliyevin sayəsində kimin cənazəsi gətirilmişdir? Yaqub. Hüseyin Cavidi. Gəlin görək həqiqətən mi görək? 82-ci ildə cənazəsi Sibirdən gətirilib, Azərbaycan torpağına tapşırılır. Yolun və təməl ərazilərdə bu dəfə həmişəlik gəlir. Bu təyyarə isə sanki Sibirdən yox, uzun və kədərli bir asılın təmin.
Cevabı yazın, cevabı diyersin. Hele ileri yazın. Kenan, buyur. 1918. ildə nə baş verdi? Xalqımızın yaranma günü 1920. Xalq Cumhuriyyəti. Xalq Cumhuriyyətinin yaranma günü 1920-ci il isə devrildi. Və 37-də nə baş verdi? 37-ci ildə xalqımızın ən savadlı övladları öldü. Depressiyalar qalmışlar. Bəs 28 may nə günü? Respublika günü. Afərin. İkinci qrup əla qiymət alır. Üçüncü qrup? 1920 Təmmuz. 1917-ci ildə Rusiya xalqları dindirdik. Devrildi. Dindirdik nədir? 1828-də nə olur? Hansı müqavilə bağlanmışdır? Türkmənçə niyə bilmirsən? Bəs 28 may nə günüdür? Respublika günü. Davud. 1918-ci il 31 martın Avropa Səhvdir. 31 martda nə baş vermişdir uşaqlar? Kim deyə bilər? Bir daha deyək. Avropa soygunu baş Azərbaycana qarşı Soyqırım, mark soyqırımı. Afərin ana. Özgəki vaxtları deyirik ki, heç nə bilmir. Sonra Leyli Məcnun operası işlənmişdir. Bunu mən sizə əvvəlcədən demişdim. Devrilmişdir. Afərin. Əyləş. Kartışkaları qoyun. Tapşırıqlardan ya bu hansı qrupdan sənsən? Birinci qrup. Birinci qrup 4 alır. İkinci və üçüncü qrup əla qiymətlər alır. Düzdür, Rıza. Dili yazmasa da sonra müqavilə adı işləndə bilmişdim. Gəlin yeni mövzumuza keçelim. Və keçməzdən əvvəl video slayda baxaq. Biz size büyük destekçilerimiz Üzeyir Hacı Bey'den tanışmak istedik. Vərəqlərdə qeyd edin illəri, əsas tarixi. Başkanından tanışacak programlardan ki Üzeyir Hacı Bey'le birlikte şarkının ilk operasını yaratmışlar. Əsrimizin əvvəlləriydi. Həmin dövr haqqında Şuşanın dağları, meşələri, Bakının küçələri, qədim binaları, kinokronika kadrları, sağda solmuş fotolar, məktublar və rəsmətlər danışacaq. İştirakçıların özləri də söhbət açacaqlar. Saranski, Erklinski, Magamayev, Zülfüqar Hacıbəyev, Şökət xanım Məmmədova, bir də Üzeyir Hacıbəyev özü. Üzeyir Hacıbəyev adına küçək uşaqlar. Və keçmiş partiya. 40 ildən çox Üzeyir Hacıbəyev bu şəhərdə yaşayıb yaratmışdır. Onun qəhrəmanları bu şəhərin əbədi sakinləri olmuşlar. Onun musiqisi bu şəhərdə daima səslənəcək. Bu işıqlı, günəşli günündə başqa bir gün xatırlayır. Kədərli bir gün. 48-ci ilin açıq tutqun noyabr günü. Böyük bəstəkarla həmişəlik vidalaşdığımız günü. İndi kim yadındadır o gün? Yadındadır bülbül, sənsiz oxuyurdu. Sakit qulaq asın. Slaytlara baxsınız, orada Üzeyir Hacıbəyevin evi,
Bu da onun iş kısasıdır, iş otağı. Hardaki güzel operalarını orada yaratmıştır. Uşaqlar, bayaq bildik ki, neçənci ildə vəfat etmişdir Üzeyir Hacıbəyev? 1948-ci ildə diqqətliydinizsə. Siz bunları yəqin ki, vərəqlərinizə yazdınız. Çünki sonunda dərsimiz görəcək sizin yadınızda nə qaldı. Və şəkildə biz onun anadan olduğu şəhəri görürük. Ağcabədidə anadan olmuşdur 1885-ci ildə. Və hətta bütün dünyada onun 100 illiyi 1985-ci ildə qeyd olunmuşdur. Bu da onu sübut edirdi ki, o bütün dünyada məşhur idi. Və bayaq dinlədiyimiz kimi o, Ağcabədidə anadan olmağına baxmayaraq Şuşa şəhərində yaratmış, orada yetkinləşmişdir. Ki, mənə xəritədə Ağcabədi və Şuşanı göstərə bilər. Xəritələr hamının qabağında var, yəqin ki, artıq slayd gedəndə görmüşsünüz. Kim göstərə bilər? Aysu. Və Şuşa. Şuşa oradadır. Naxçıvanda Şuşa peyda olur. Aferin. Yenə bir nəfər gəlsin görüm. Kənan. Əmin olaq ki, hamı diqqətlə baxıbdır. Ağcabədi və Şuşa. Mənim gözlərim sizinkindən yaxşıdır deyəsən. Yəni, gördük ki, diqqətli olmuşuq. Ağcabədi və Şuşanın yerləşməsini artıq bilirik. Gəlin, xəritədə də görək, düzgünmü göstərmişdiniz? Ağcabədi və Şuşa gördünüzmü? Yəni, hər iki şagirdimiz düzgün cavab vermişdir. Gəlin, yeni bir slayda baxaq. Burada tamaşa oynandı. Daha doğrusu tamaşadan bir parça. 1897-ci il. Bilginin mezarı başında. Hansı səhnədən sonra Üzeyir Hacıbəyev öz yaradıcılığına başlamış və opera yaratmaq istəyində yaranmışdır. Məcnun Leylinin qəbri üstündə səhnəciliyindən sonra o həvəsə gəlmiş və opera yaradıcılığına başlamışdır. Ben işaret eden kimi hamınız bir yerde okuyarsınız. O tür meşgul ediniz havalı. Bildiniz? Nasıl yapmak?